Tamaşaçılar onu öz adı ilə deyil, oynadığı obrazların adı ilə çağırırdılar. Küçədə görəndə əlini öpür, qucaqlayır, hətta əynindəki paltardan yadigar götürmək istəyirdilər. O, Azərbaycanın unudulmaz Mixaylosu idi. Eyni zamanda Məcnun obrazı ilə milyonların qəlbini fəth etmişdi. Amma şöhrətin arxasında gizlənən həyat hekayəsi filmlərindən də dramatik idi. 4 evlilik, böyük bir sevgi uğrunda itirilən karyera, yarımçıq qalan rollar və ömrünün sonuna qədər davam edən peşmanlıqlar. Bütün bunlar Azərbaycan kinosunun əfsanəvi aktyoru Nodar Şaşıqoğlunun həyatında baş vermişdi. Bəs onu zirvəyə qaldıran nə idi? Niyə Dədə Qorqud filmində çəkilməsinə icazə verilmədi? Böyük sevgisi ona nələr bahasına başa gəldi? Və ölümündən əvvəl dediyi son arzu nə idi? Bugün bütün bu sualların cavabını birlikdə öyrənəcəyik. Hazırsınızsa, başlayırıq. Cənablar, vəsiqələrinizi göstərin. Bu nə deməkdir? Alınan məlumata görə Mixaylo şəhərdədir. Çox təəssüf ki, mən sizin Mixayloya oxşamıram. Buyurun. Rica edirəm vəsiqələrinizi göstərin. Bu fövqəladə yoxlanışlar nə işindir? Deyirlər Mixaylo şəhərdədir. O. Gedə bilərsiniz. Azərbaycan kinosunun Mixaylosu və Məcnunu. Nodar Şaşıqoğlunun taliyi. Azərbaycan kinosunun tarixində elə aktyorlar var ki, onların yaratdığı obrazlar zaman keçsə də unudulmur. Belə sənətkarlardan biri də tamaşaçıların daha çox Mixaylo və Məcnun kimi tanıdığı Nodar Şaşıqoğlu idi. Onun həyatı da canlandırdığı obrazlar qədər maraqlı, keşməkeşli və dramatik olub. Nodar Şaşıqoğlu 1927-ci ildə Batumidə dünyaya göz açıb. Atası İzzət Çar ordusunda xidmət etmiş zabit idi. Ailəsinin kökləri isə fərqli xalqlara bağlı idi. Atasının Acarlı, anasının isə Azərbaycanlı olması Nodarın həyatında mühüm rol oynayıb. O hər zaman özünü Türk dünyasına yaxın hiss edir və bunu fəxrlə dilə gətirirdi. Bilmirəm nə səbəbə o bizi tutub saxlamadı. Gedək. Biraz ehtiyatlı olmaq lazımdır, qardaşlar. Bilirsiniz ki, başınızın qiyməti bahadır. Mən sizi anlamıram. Elə mən özüm də Zıldatın heyimdə tualetə girənə qədər sizi anlamırdım. Buyurun. İndi siz mənim vəsiqəmi yoxlayın. Saxta deyil. Konslagerlərdə öz gözüm kimi qormuşam. Mən kommunistim, Mixaylo. Aktyorun sənət yolu uzun illər əvvəl başlasa da, onu məşhurlaşdıran əsas hadisə 1958-ci ildə baş verdi. Həmin il gənc aktyor rejissor Tofiq Tağızadə tərəfindən Uzaq Sahillərdə filminə dəvət edildi. Film çəkilib ekranlara çıxan kimi böyük uğur qazandı. Sovet məkanında böyük maraq doğuran ekran əsəri Daşkənd Kino Festivalında 1-ci yerə layiq görüldü. Filmdə yaratdığı Mixaylo obrazı isə Nodar Şaşıqoğlunu bir anda məşhurluğun zirvəsinə qaldırdı. Film nümayiş olunandan sonra insanlar onu sadəcə aktyor kimi deyil, elə Mixaylonun özü kimi qəbul edirdilər. Küçədə qarşısını kəsir, əllərini öpür, ona sevgilərini bildirirdilər. Hətta elə hallar olurdu ki, pərəstişkarları onun əynindəki kostyumdan yadigar saxlamaq üçün parçalar qoparmağa çalışırdılar. Bu sevgi və şöhrət onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirmişdi. Bu uğurdan sonra Nodar Şaşıqoğlu uzun müddət Bakıda yaşadı. Təxminən 8 il ərzində həyatını Azərbaycanla bağladı. Ona Bakıda mənzil də verilmişdi. Şəhərin küçələrində insanlar onu görəndə Mixaylo gəldi deyə qarşılayır, qucaqlayır, sanki doğma adamları kimi davranırdılar. O dövrdə Nodar Şaşıqoğlu Azərbaycan kinosunun ən parlaq simalarından birinə çevrilmişdi. Aktyorun şəxsi həyatı isə ən az ekran həyatı qədər mürəkkəb idi.
O həyatında 4 dəfə ailə qurmuşdu. Maraqlıdır ki, hər dəfə boşandıqdan sonra yaşadığı evi keçmiş həyat yoldaşına bağışlayırdı. Bu xüsusiyyəti onun xarakterinin nə qədər səxavətli olduğunu göstərirdi. Bakıda yaşadığı illərdə məşhur bir fotoqrafın həyat yoldaşına vurulur. Həmin dövrdə aktyor rejissor Lətif Səfərovun Leyli və Məcnun filmində Məcnun obrazını canlandırırdı. Ekranda qovuşa bilməyən aşiqi oynayan Nodar, real həyatda isə sevdiyi qadına qovuşmağı bacarır. Onlar ailə qururlar və bir müddət birlikdə yaşayırlar. Lakin bu evlilik cəmiyyətdə bir mənalı qarşılanmır. Aktyor ciddi tənqidlərə və qınaqlara məruz qalır. Hətta deyilənlərə görə həmin hadisədən sonra onun Azərbaycan kinosundakı imkanları da məhdudlaşmağa başlayır. Nodar Şaşıqoğlu məşhur Dədə Qorqud filmində baş rollardan birini canlandırmalı idi. Ancaq müxtəlif səbəblərdən buna icazə verilmir. Bu hadisə aktyorun həyatında dönüş nöqtəsinə çevrilir. Azərbaycanı tərk edən sənətkar Sankt-Peterburqa üz tutur və yaradıcılığını orada davam etdirir. Teatr səhnəsində yeni obrazlar yaradır. O cümlədən Don Juan rolunu ifa edir. Həmin illərdə söylədiyi bir fikir onun daxili aləmini çox yaxşı əks etdirirdi. Mənim kimi Don Juan olmağı heç bir kişiyə arzulamıram ki, bir gün dönüb Məcnun olsun. Görün mən bu məcnunluğa görə nələri qurban verməli oldum. Bu sözlər aktyorun yaşadığı peşmanlıqları və sevgi uğrunda verdiyi qurbanları açıq şəkildə ifadə edirdi. Zaman keçdikcə onun uğrunda hər şeydən vaz keçdiyi qadınla münasibətləri də sona çatır. Ayrıldıqdan sonra belə Nodar yenə də öz xarakterinə sadiq qalaraq yaşadığı evi həmin xanıma bağışlayır. Ömrünün son illərində aktyor yenidən Bakıya qayıdır. Doğma şəhər kimi sevdiyi Bakı onu yenidən qucaqlayır. Bu illərdə o, bütün filmlərində onu səsləndirən görkəmli aktyorlar Əli Zeynalov və Eldəniz Zeynalov ilə yaxın dostluq münasibətlərini davam etdirirdi. Paola un getirmeye Santa'ya gitmişti. Otur. Dayan görüm. Subut için bu hele azdır. O tapşırıkla gelip. Yaxşı bizden icazesiz buradan gelen olur mu? Her halde Paola'nı çağır gelsin. Başüstə. Nodar Şaşıqoğlunun həyatında maraqlı hadisələrdən biri də məşhur aktrisa Barat Şəkinskaya ilə bağlıdır. Bir dəfə o, Barat xanıma sevgisini etiraf edir. Aktrisa isə təbəssümlə cavab verir ki, eyni sözləri vaxtilə məşhur sənətkar Ülvü Rəcəb də ona demişdi. Bu cavab aktyorun yaddaşında uzun müddət qalır. Bakıya qayıtdıqdan sonra o, Rus dram teatrında fəaliyyət göstərməyə başlayır. Artıq yaşının ahıl dövründə olsa da, sənətə olan sevgisi azalmır. Bir gün teatrın rəhbəri və rejissoru Aleksandr Şarovskiyə müraciət edərək belə deyir: "Mənim üçün Kral Lir tamaşasını hazırlayın. Ondan sonra həm teatrın, həm də dünyanın qapısını örtüb gedəcəyəm." Hətta kimin tapşırığına əməl etdiyinizi də bilirik. Buyurun. Cənab Şultzun verdiyi xüsusi vəsiqə. O sizə belə vəsiqə vermiş, bəs niçin öz əmrinə görə dünəndən küçələrdə 2-2-3-3 gəzməyi qadağan etdiyini bildirməmişdir? Sizi xəbərdar edirəm, cənab Zəli. Saxla, Gestapoda danışarıq. Yaxşı, danışarıq. Gerək. Bu sözlər sanki onun son arzusunun ifadəsi idi. Və həqiqətən də Talih qəribə şəkildə onun bu arzusunu reallaşdırdı. Azərbaycan kinosunun unudulmaz Mixaylosu, romantik Məcnunu, istedadlı teatr və kino aktyoru Nodar Şaşıqoğlu ömrünün son günlərini Bakıda keçirdi. Xalq artisti 2013-cü ildə Bakıdakı evində vəfat etdi. Bugün də onun yaratdığı obrazlar yaşayır. Uzaq sahillərdə filminin cəsur Mixaylosu da, Leyli və Məcnunun nakam aşiqi də Azərbaycan tamaşaçısının yaddaşında qalmaqdadır. Nodar Şaşıqoğlunun həyatı isə göstərir ki, bəzən aktyorun taleyi oynadığı obrazlardan daha dramatik və daha təsirli olur.
Şeytandır, iblistir, yağdandır. Axır ki Mixail onun özüdür. Tutun onu!